İnsan sosial şəbəkələrdə görür kimsə gedir hansısa adada dincəlir, istirahət edir, hansısa bahalı otellərdə, bahalı restoranlarda dincəlir. Bu təbii də hər bir insan öz həyatında bir ideal təsəvvür eləyir özü üçün ki, ona çatmaq istəyir. O idealın yaranmasına o kömək eləyir. Mənim də ideal həyatım necədir? Hər gün restoranlardayam, tətillərdə gedirəm, bahalı yerlərdə istirahət edirəm, bahalı maşınlarda gəzirəm, bahalı evlərdə yaşayıram. Bu ideal. Bura qədər təbiidir. Amma problem birisi hardadır? Problem oradadır ki, mən bundan depressiyaya düşürəm. Necə? Mən əgər başqalarının o rifahda olan həyatını görüb, özüm də gedirəm halal yolla, qanuni yolla pul qazanıb, özümü də ora çatdırmaq istəyirəmsə bu əla. Məqsəd yaranır. Bəli, məqsəd yaradır. Amma o yerdə ki, başlayıram depressiyaya düşürəm. Mən nə gündəyəm axı? O da problem yaradır. Evdə oturub bütün gün ağlamaq. Bəli, ağlamaq. Elə həyat ondan ibarətdir. Amma o illüziyadan çıxdım, o sosial şəbəkə mənzərəsini görməkdən çıxdım. Evdə mənə dedilər ki, get çörək al. Ayda, filan kəs istirahətdədir. Mən evdə çörək almağa göndərirlər məni. Mən nə gündəyəm? Nədir bu mənim həyatım? Bax, bu problemdir.